Herkese salam. Tanıyanlar üçün mənim adım Sima Babazadə. Mən bu günləri həyata çıxdım. İstədim ki, biraz dəyişiklik olsun. Gördüm, mən həyata çıxdım da toyuq xoruzlarımız da orada da qorxurdum. Anam gəldi məni apar gətirdi bura. Çünki xoruzdan qorxuram da mən. Bilirsiniz ki, bilmirəm, bilirsiniz yoxsa bilmirsiniz. Bu arada abone olmağı, buradan abone olmayı, buradan da like atmayı, buradan da yorum yazıp paylaşmayı unutmayın. İndi sizler birlikte yerlenirik ama üzümü göstermek olmaz. Ona göre üzümü göstermeyeceğim. Mama skuterim hardadır? Skuterim. Skuter. Ha? Narıncı. Ha, götürə bilərsən, ha? Yaxşı. Mən yerlənirəm. Amma ata mənə götürürdü, bilsən hardan indirdi, yerlətirdi. Orada, yuxarıdan. Uşaqla bilmirəm, elə 5 dənə falan video gələ bilərdi o şey YouTube'a. Anam burada paltar asırımın üzünü göstərmək olmaz, hə amma? Üzünü göstərmək olmaz anamın, hə amma? Döndüm. Orada paltar asırımı göstərməyəcəm üzünü təbii ki də. Mama yaşıvı deyim. Nə? Yaşıvı. Hə? Anamın yaşı 50'dir, atamın yaşı da 52'də, hə amma? Yoxsa 51? Hə? Yox, 53 ilə olmayıb. 52'dir. Hə amma? Ya da 53 ola bilərdi dayda. Yani anam balacadır 2 yaş ya da 3 yaş. Atamın ya 53 ya da 52 yaşı var. 51 çoxdan olub, 50 də çoxdan olub. Onu bilirəm da təbii ki də. Mama arada baxarsan. Yaxşı. Şöyle bir de mahnı var. Aynana çıktım buradan, bakışı geldi merdana. Aynana çıktım buradan, bakışı geldi merdana. Eşkınan olum divana, eşkınan olum divana. Ben seni alamam dedi, almazam ölemem dedi. Ben seni alamam dedi, almazam ölemem dedi. Uşaqlarına baxdım atalı, sağ ol deyirəm, öpdüm sizi.